Sabahınız xeyir olsun bir daha. Şəhər adamla başlayırıq. Çox maraqlı, pozitiv bir qonağımız var. Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbinin təsisçisi Fidan Hacıyeva bu səhər qonağımızdır. Fidan xanım, xoş gəlmisiniz. Çox sağ olun, sabahınız xeyir. Sabahınız xeyir. Bir insan ki səsi ilə öz o belə deyək də səs məhdudiyyətinin genişliyini göstərmək üçün ideal bir səsi olan xanım Fidan xanım studiyaya daxil olan kimi Rəhman da mənə də bir dənə adama bir dənə dərman verdi ki, bu dərmanı için bu səsi açır. Və əgər biz efirin sonunda Rəhmanla bir yerdə oxusaq, buna təəccüblənməyin. Bizi qınamayın. Xoş gəlmisiniz. Xoş gördük sizi. Mən təşəkkürümü bildirirəm. Ona görə ki, After FM mənim ən sevimli nə gözəl. radiomdur. Həmişə də sizi dinləyirəm maşında. Həm musiqiniz, həm sizin söhbətləriniz maraqlıdır. Təşəkkürlər. Ümumiyyətlə maşın haqqında, problemlər haqqında danışırsınız və hər dəfə bütün suallarımıza cavab tapırıq sizin radionuzda. Təşəkkürlər. Çox sağ olun. Fidan xanım, biz sizi səhnədə lap belə axırıncı oturacaqda da oturanda çox yaxşı eşidirik də. Orada indi teatrın akustikası, teatrın sistemi özünə məxsusdur. Teatr ümumiyyətlə tamaşaçı üçün də, aktyor üçün də müqəddəs bir yer hesab edilir. Amma radioda gərək mikrofona yaxın əyləşəsən ki, dinləyici səni yaxşı eşitsin. Fidan xanım, sizin deməli musiqi məktəbiniz var. Hansı ki, Azərbaycanda mən bildiyim qədər birinci özəl musiqi məktəbini açan siz olmusunuz. İndi də fəaliyyət göstərir. Neçə illərdir işləyir və Azərbaycan musiqi məktəbləri siyasətində nəyi dəyişmisiniz? Çox sağ olun, gözəl sualdır. Mən ümumiyyətlə özüm konservator musiqi akademiyasını bitirəndən sonra bakalavr, magistr, aspirantura mən İtaliyaya getdim. 3 il ustad dərsləri keçdim. Çox məşhur bir müəllimədə, Bruno Baglioni Romada. Ondan sonra onun özəl musiqi məktəbi var idi və bu ideya o qədər mənim xoşuma gəldi ki, dedim ki, mən də çox istəyərdim ki, bu öyrəndiklərimi, bütün nə qədər mən bu sənəti öyrənmişəm və öz Azərbaycan övladlarımı da bunları hamısını bunları öyrədim, tədris eləyim və qərara gəldim ki, məktəb açaq. Müraciət elədim Mədəniyyət Nazirliyinə, Təhsil Nazirliyinə, sağ olsunlar. Ona görə Azərbaycanda heç özəl musiqi məktəbi yox idi. Onlar dəstəklədilər və 2015-ci ildə biz mərkəz kimi başladıq. Fidan Hacıyevanın musiqi mərkəzi 2017-ci ildə artıq məktəb statusunu aldıq. Bu 2025-ci ildir. Çoxlu nailiyyətlərimiz olub. Artıq tələbələrimiz musiqi akademiyasına qəbul olublar. Milli konservatoriyanın tələbələridir. Müxtəlif ölkələrdə konservatoriyaya qəbul olublar. Hər dəfə müxtəlif səhnələrdə konsertlar çıxış eləyirik, böyük səhnələrdə. Neçə şagirdiniz və ya iştirakçı? Çoxdur. Bizdə vokalistlər çoxdur, klassik ifaçılar, bəli. Ona görə çoxu bizdə elə bir ki, istiqamət vokaldır, klassik vokaldır. Elə məktəbin adı özü də Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi. Ancaq onunla yanaşı estrada. Bax, dünən bizim musiqi məktəbimizdə Jazz Night konsert oldu. Uşaqlar məhz jazz ifa etdilər. Həm oxudular, həm fortepianoda jazz çaldılar. Təbii ki, orada fortepiano var. Çox gözəl gitara müəllimimiz var. O özü də İspaniyada çalışıb və indi musiqi məktəbimizdə tədris olunur. Ona da bir gözəl proyektimiz var, Cavidlə, gitara və səs. Həm Azərbaycan əsərləri, orada xalq mahnılarıdır, romanslarıdır və dünya məşhur mahnılardır. Historia de un amor, Besamo mucho, Caruso, I found my love in Portofino. Müxtəlif dillərdə oxuyuruq. Demək istəyirəm ki, məktəbimizdə çox fəaliyyət var. Fortepianoda mənim balaca oğlum Charles Emil Naylor. Allah saxlasın. Ayın 7-si, dekabrın 7-si. Oğlunuz adı nə idi?
Charles, Aha, Charles İngilis adı. Aha. Emin, Emin Azərbaycan Azərbaycan adı. adı. Atasının da familiyası Naylor'dı. Aha, ona görə Hə, ona bu cür. görə bəli. O O da ümumiyyətlə- piyanistdir. 12 Belə- yaşı var, piyanoçudur. Pianoçudur. Bəli. Bayaqlar bizim mövzumuz adları idi. Yeri gəlmişkən, bu arada Rəhmanın ən sevdiyi adlardan biri Fidan adıdır. Ən sevdiyi adı qızın adını qoymaq istirmiş. Sadəcə evdə biraz problem yaşayıb onunla bağlı. Nəysə, uzun sözün qısası. Mən orada qeyd edirəm ki, bəzi ölkələr var ki, orada ikili adlar qoyurlar. 3 ad da var. 3 ad da qoyan var. Bu sizin yoldaşınız hansı ölkədəndir? İngilis. İngilisdir. İngiltərədə. Onlarda artıq 2 addır, düzdürmü? Bəli, 2 və yoldaşımın da 3. 2 adı var. 2 adı var. Uşaqların da 2 adları var. Kanadada belə də yeri gəlmişkən. Например, qızımın adı Georgina Xayalə. Georgina Xayalə. Bəli. David Davud da deyirlər. Aha. Davud John. Üçüncündə balacamın da Charles Emin. Sizin 3 dənə uşağınız var. Bəli. Maşallah. Balaca, ikisi böyükdür. Onlar artıq universitetdə oxuyurlar. Balacamın da 12 yaşı var. Səsləri qəşəngdir. Qəşəngdir. O balacası, Aha. o həm səsi var, həm də gözəl pianoçudur. Dekabrın 7-si ilk solo konserti olacaq. Hoppa, harda? Özü mənə müşahidə edəcək. Harda? Elə mənim musiqi məktəbimdə konsert zalımız var. Saat neçədə? 7-də. Gəlin. Dəvət edirəm Fidan sizi. xanım, ümumiyyətlə musiqi duyumu və digər bu musiqi ilə bağlı olan məsələlər sizin fikrinizcə irsidirmi? Bəli. Mənə gəlir ki, o elə mənim yanıma uşaqlar gəlirlər ki, belə opera səsləri ilə gözəl. Deyirəm, evimizdə kimsə ifa edən var. Deyir, hə, nənəm ya da babamda səs var. İrslə gəlir. Mənə gəlir ki, bu bir genetikadır. Mənim səsim, mənim anamın gözəl səsi var, ancaq heç vaxt səhnəyə oxumayıb, ev xanımıdır. Gözəl muğam səsi var. Həmişə evdə atam pianino ifa edirdi. Anam da oxuyurdu. Nə gözəl cücə. Çox əla. Bəli, bax o mən özüm də Bülbül adına musiqi məktəbini qurtarmışam, fortepiano sinifini. Həmişə bizə qonaq gələndə atam özü mühəndis idi. Ancaq qəşəng fortepianoda çalırdı. Yaxşı sluxu var idi. Musiqi duyumu var idi və həmişə Bayatı Şirazı ifa edəndə, ondan sonra anam başlayırdı muğam oxumağa və evə gələndə qonaqlar atam həmişə ifa edib, anam oxuyurdu. Bu həmişə mənim bu siz uşaqlıqdan bunu götürün. Bəli. Baxın, mən nəyə gətirəm? Məsələn, deyək ki, hər hansı bir şəxs gəncdir, yeniyetmədir, fərq etmir. Musiqiyə, ifaçılığa böyük sevgisi var. İstənilən insanın səsini buxtələşdirib, onun üzərində işləyib, onu vokalist eləmək mümkündürmü? Yoxsa bu səs diapazonu məsələsi hər halda mövcuddur ki, hər adamdan musiqiçi, oxuyan və ifaçı olmur? Mən sizə iki məsələ gətirəcəm. Neçə il bundan öncə, 2 il bundan öncə bizim məktəbimizə bir xarici vətəndaş gəlir. Yoldaşımın dostudur, Bob Petri. Özü Şotlandiyadır. 68 yaşı var idi. 68. Yoldaşım mənə deyir ki, bəs sənin yanına bir dostum gələcək. Səsini yoxla da, çox arzusu var. O gəlir deyir ki, mənim 68 yaşım var. Həmişə oxumaq istəmişəm. Burada böyük bir şirkətin bir rəhbəridir. Bəli. Ancaq ki, həmişə utanmışam. Səsim də var, istəyərdim bir qulaq asasınız. Deyirəm, nə repertuara qulaq asırsınız? Deyir, Frank Sinatra. Frank Sinatra deyəndə başa düşdüm ki, bunun artıq səsi bariton ola bilər. Ona görə deyirəm, onun kimi oxursa, deyir, bəli, bariton. Frank Sinatranı, Andy Williams. Deyirəm, çox gözəl. Onun başladım səsini yoxlamağa. Gerçekten o kadar güzel bariton səsi var. Evdə oxuyub, ancaq ki, belə heç vaxt ki, təcrübəsi yoxdur, necə oxumaq, necə. Bilirsiniz, çox önəmlidir. O insan ki, təhsil alır, bilir artıq, o texnikanı bilir, rahat da hər yerdə ifa edir. Yəni texnikası var da bunun, düzdürmü? Mütləq. Bu yaxınlarda bizim yanımıza çox məşhur bir diş həkimi gəldi. O dedi ki, mən də istəyirəm oxuyum və bizdə çox gözəl müəllim var, Fərid müəllim, Fərid Əliyev, əməkdar artist.
O dedi ki, Fərid dedi ki, ancaq bir ay siz bircə məşqlər edəcəksiniz. Bir dənə texnikanı öyrədəcəm sizə. Dedi, mən əsər də oxumum. Deyir, əsər hələm yox. O vaxta qədər ki, vokalizdir, sonra raspevlardır, bütün səsi açmaq üçün çox böyük bir texnikadır bu. Diafragmadır, bunu düzgün bilirsiniz. Necə ki, idmançılar Əzələ toplayırlar. əzələləri bizdə də elədir. Bizdə gərək Yəni istənilən insan əslində istəsə, arzusunda olsa, texnikanı öyrənsə, təbii ki, istəyi olmalıdır. İndi səsi də imkan verməlidir. Yəni hər adam da oxuya bilməz. Elə adamlar var ki, ruslar dilləri Medveç ayı. Нет. Hə. Наступил на ухо. Siz deməksiniz ki, musiqi duyumu yoxdur adamında. Heç yoxdur. Elə adamlar da var. Səsi varsa da duyumu yoxdur. İstəyir, ancaq ki... O səs duyumu necə olur ki, insanda onda belə çıxır ki, bu istedad da artıq, yəni səs duyumunun olmağa. O istedadır artıq, bəli. Bir də var absolutnusluq. O ümumiyyətlə Allah Taaladan bir vergidir. Bax, mənim balaca oğlumun onda absolutnusluqdur. Bir dəfə nota baxır, ikinci dəfə daha baxmır. Artıq başlayır ifa etməyə. Biz hər ikimiz qeyd edək ki, musiqi ilə məşğul olmuşuq. Rəhman da mən musiqi duyumum çox yaxşıdır. Yəni onda sizdə absolutnusluqdur, yoxlamaq lazımdır. Çox yaxşı. Məsələn, mən də bir dəfə notdan yadıma gəlir, skripkanı çalırdım. İkinci dəfə artıq barmaqlar özü gedirdi. Pianinoda da həmçinin. O artıq vergidir Allah Taaladan bir vergidir. Mən özüm hesab eləmirəm, amma istənilən halda musiqi duyumu yaxşı olduğunu bilirəm mən. Mən ümumiyyətlə, məndə o absolutnusluq yoxdur. Məndə sonradan mən artıq musiqiçi nə qədər öyrən. Ancaq elə var ki, anadan gəlmə artıq bunda bu var. Amma sizin səsiniz möhtəşəmdir. Bir ara, yadva yara Sovetlər dövründə, köhnə dövrlərdə demək olar ki, hər evdə piano var idi. Bəli. Nadir ifaçı var idi. İfaçı olmasa belə hər evdə pianonun olduğunu mən bilirəm də, yadımda. Çünki bizim evdə də var idi. Belarus adlı pianodan söhbət gedir. İndi nadir hallarda kiminsə evində piano görə bilərsən. Ümumiyyətlə musiqi alətinin evdə olmağı nəyə təsir göstərir? Ümumiyyətlə musiqi ilə gərək uşaqlar balaca yaşlarından məşğul olsunlar. 2-3 yaşından. Bunu deyib çox məşhur bir neyrolinguist Tatyana Çernigovskaya. Bu tamamilə uşağın düzgün ümumiyyətlə formalaşdır, neyron sistemini düzgün məktəbdən öncə. Orada elə şeylər var ki, səslər, notların o incəliyi, qalınlığı, uşaqlar ümumiyyətlə məktəbə də hazırlığı çox yaxşıdır. Bizdə məktəbdə var balacalarda 3 yaşından gəlirlər, 4 yaşından. Bilirsiniz, mən çox sevinirəm ki, valideynlər məhz uşaqları o yaşdan musiqi məktəbinə yönəldirlər. Bu çox önəmlidir. Təbii ki, musiqi alətinin də evdə olması çox önəmlidir. Doğrudur, əslində razıyam sizinlə. Biz o vaxtı demək olar ki, hər ailədə musiqiçiləri görürdük. Mən dəfələrlə demişəm, valideynlərim, anam tərəf hamısı musiqiçi idilər. Deməli, dayımın biri kamançada, digəri tarda, digəri pianoda və mən xatırlayıram ki, mən uşağı idim. Toplaşırdılar və bir böyük bir konsert orada 6 uşaq idi. Təsəvvür hələ bir musiqidə ansambl. Ansambldır və bu çox maraqlıdır. Rəhman demişkən, hər evdə biz piano görərdik, hər evdə musiqi aləti görərdik. Bugün isə musiqi alətləri artıq demək olar ki, çox azalır. Təəssüf ki, amma istənilən halda musiqiyə olan o sevgi bizim içimizdə var. Bu bizim irsimizdir, bu bizim ənənəmizdir, bu bizim keçmişimizdir. Qarşıda bugün gedən o layihələriniz haqqında danışaq. Nələr edirsiniz, nə olacaq? Artıq 2 ildir ki, mən öz festivalımı yaratmışam. Elə də adlanır, Fidan Hacıyev festivalı. Opera festivalı. Opera festivalı. Adımı da opera festivalı. Artıq 2-ci ildir və müxtəlif ölkələrdən qonaqlar gəlir. 7 gün keçir həmişə. 7 gün və keçən illəri gəlmişdi Almaniyadan məşhur dirijor. Sonra birinci festivalımda İtaliyadan, Türkiyədən, Almaniyadan, Rusiyadan, Gürcüstandan gəlmişdi qonaqlar. Burada elə bir ki, müxtəlif yaşlarla mən gənclərə də söz verirəm, balaca vokalçılara da. Bu vokal festivalıdır.
balaca vokalistlər, sonra konservatoriyada Musiqi Akademiyasında oxuyan gənc opera ifaçıları və bağlanışı biz ya filarmoniyada, ya müxtəlif böyük zallarda simfonik orkestrinin artıq qonaqlarımız gəlir, bizim opera ifaçılarımız Maraqlı olur. bəli, çox maraqlı olur. Baxın, müxtəlif ölkələrdən gələn ifaçılar, solistlər, təbii ki, hər kəsin özünün ənənəsi, hər kəsin özünün üslubu var, hər kəsin özünün o şərq boğazı, məsələn, bizim ifaçılarımız ifa edərkən istərsiniz o boğazı hiss edə bilirik də. Ümumiyyətlə, nədir bu məsələ? Mən istəyirəm ki, bu irsi musiqi sənətindən danışasınız ki, nədir bu məsələ ki, biz hiss edirsən ki, bu hardasa Şərq və Azərbaycan müğənnisidir, onun ifaçısıdır. Nədən yararlanır, nədən faydalanır, nədən qaynaqlanır? Məşhur bir opera ifaçısı var, Galina Vişnevskaya. O Rostropoviçin məşhur violonçel, bizim böyük sənətkarı Rostropoviçin yoldaşı olub, özü də məşhur Bolşoy teatrda oxuyub soprano. Onlar Bakıya tez-tez gəlirdilər qastrollara. Galina Vişnevskaya sual verdi ki, mənim üçün bu böyük bir sualdır ki, bu necə, bu muğamı necə ifa edirsiniz, bu trelləri necə edirsiniz? Bu bir möcüzədir. Doğrudan muğam ifaçıları, bizim bu musiqi dilində desək, farşlaq deyirlər də bu xırdalıqlara. Bunlar gerçəkdən bizim bu təbiətdən, bu bizim necə deyim, irsimizdir. Bəli. Galina Vişnevskaya həmişə bu suala deyir ki, mən bu suala cavab deyirəm ki, bu suala cavab vermək üçün siz burada anadan olmalısınız, burada yaşamalısınız və bu təbiətdən bu təbiətdə olmalısınız. Bu belə deyək, bu ekologiyanın havasını götürməlisiniz. Şuşanın, Qarabağın, bəli, bu dağların. Bəli. Azərbaycanın da oradan gözəl, zəngin musiqisi var. Yadıma gəlir ki, 1-ci opera festivalında məşhur dirijor, musiqiçi Murad Orxancan gəlmişdi. O, İstanbulda Rəşid Rey konsert salının müdürüdür. O mənə dedi ki, siz necə də zəngin xalqsınız ki, sizdə Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov, Müslim Maqamayev, sizin belə Arif Məlikov, bizim belə bir operalarımız var. Hələ adını çəkmədiniz neçə istedadlı insanlarımız. Bəli, sizin belə baletləriniz, zəngin baletləriniz var ki, dünyaya çıxan əsərlər. İnanınız ki, o sözlərlə elə qürur hiss elədim ki, inanınız ki, sanki mənim elə bir ki, o anda inanınız ki, mən o qədər belə qürur hiss elədim ki, mən Azərbaycanın övladıyam, Azərbaycanın klassik musiqisi ilə məşğul oluram və belə böyük bəstəkarların əsərlərini oxuyuruq biz. Tamamilə razıyıq sizinlə. Bu arada mən sizi biz hərbi formada da çox görmüşük. Siz hərbi orkestrın solisti idiniz, yadıma gəlir. Bilməm sadəcə düz dedim, yox, solisti idiniz, yoxsa indi davam edir bu proses? 21 il, indi artıq mən təqaüdə çıxmışam. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi nümunəvi ansamblının rəisi mayor rütbəsində. Ayağa qalx. Bizim çox gözəl orada orkestrimiz, ansamblımız və gözəl solistlərimiz, müxtəlif hərbi hissələrdə əsgərlərimiz üçün konsertlarımız olub. Siz bilirsiniz ki, mənim repertuarımda vətənpərvər əsərlər çoxdur. Müharibə dönəmində çox eşitdik o əsərləri, xüsusən də radiolarda. Bəli. Və əminəm ki, bunlar hamısı sizdə başqa bir hisslər yaradıb. Yəni qürur verici olmaqla bərabər, həm də təbii ki, siz həmin o ifaların biz necə də biz dönsək bu zəfərimizə 5 il öncəyə qayıtsaq, 5 il öncə, 6 il öncə, 8 il öncə biz vətənpərvərlik mövzusunda danışanda bir balaca elə bil ki, biz necə biraz səthi danışırdıq.
arzulayırdıq. Yəni arzuydu. Bu sadəcə bəlkə də bizim üçün gerçəkləşməyəcək bir arzuya çevrilmişdi ki, o gün olsun səsimiz Qarabağdan gəlsin. O gün olsun musiqimiz Qarabağda səslənsin. Bu sözləri deyirdik, amma içimizdəki o inanc çox aşağıdaydı, yəni faiz nöqteyi nəzərdən. Amma sonra təbii ki 2020, 2021, 2023, 2025 və növbəti illər həqiqətən biz indi vətənpərvərlik deyəndə artıq biz cümlə Azərbaycan olaraq hər birimizin belə içində o musiqinin də rəngi dəyişdiyi, musiqinin də sədası dəyişdi. Artıq ifa edənlər də, ifaçılar da, solistlər də belə tamam başqa bir qürurla, məğrur hissi ilə sanki ifa edirlər. Mən biz yenidən bu Azərbaycan musiqisinə qayıtmaq istəyirəm. Bizim bu kök musiqimizə qayıtmaq istəyirəm. Məsələn, muğam dediniz, dünyada ikinci bir ölkə varmı ki, bənzər musiqisi olsun? Yəni var belə musiqi? Yoxdur. Bizim musiqimizin bənzəri yoxdur. Bəli, mən ona görə o Murad Orxanca, o böyük bir musiqiçi dedi ki, siz çox zənginsiniz, həm klassik, həm sizin bu xalq mahnılarınız, həm sizin muğamınız, operanız və çoxlu istedadlı insanlar var bizdə. İnanınız, o qədər istedadlı musiqiçilər var ki, dünyada artıq böyük səhnələrdə, Bolşoy teatrda, La Scala'da, bizim elə opera ifaçımız, opera teatrın direktoru Yusif Eyvazov, o qədər gənc opera ifaçılarımız, ifaçılar, pianistlar, skripaçılar, çox biz istedadlı xalqıq. Ona görə də bunu qorumaq lazımdır. Hər birimiz, mən öz peşəmdə, mən indi tədris edirəm, gənclərlə məşğul oluram, vokalı mən onlara tədris edirəm. Siz öz sahənizdə, sizin də gözəl peşəniz, siz insanlara maarifləndirirsiniz, insanları, baxın, bugün məni dəvət eləmisiniz, mən operadan danışıram. Bunu biz gərək tez-tez eləyək. Bilirsiniz, insanlar bunu eşitməlidir. İnsanlar yuxudan duranda mahnılarda retro mahnıları olmalıdır, klassik əsərləri olmalıdır. Rəşid Beybutovun səsini eşitməlidirlər, Müslim Maqamayevin, bizim gözəl muğam ifaçılarımızın səslərini eşitməlidirlər. Belə analar, atalar öz uşaqlarını maarifləndirməlidirlər, düzgün formalaşdırmalıdır. Doğrudur. Fidan xanım, son olaraq mən istəyirəm ki, mən sizi əvvəllər tez-tez qastrol səfərlərində görürdüm. Müxtəlif qastrol səfərlərinə gedirdiniz, nə bilim, xarici ölkələrdə görürdüm. Hətta baxırdım Fidan xanım xarici ölkədə də, hansısa Avropa ölkəsindədir. Bugün nədənsə az görməyə başlayıram. Bunun səbəbi varmı? Yəni, niyə görə son zamanlar bax, bu cür durğunluq və yaxud Fidan xanımın səsini başqa ölkələrdə eşitmirik? Çünki ən azından gedib orada bizi təmsil edirsiniz. Azərbaycan rəngli bayrağına qaldırırsınız. Bəli. May ayında çox böyük bir konsertim oldu Vyetnamda. Hanoy şəhərində, orada opera teatrında. Mən istəyirəm təşəkkürümü bildirim bizim səfirimizə, Şövqi müəllimə. Mühtəşəm bir konsert idi. Vyetnamın başçısı xanımı ilə də gəlmişdi o konsertə. Simfonik orkestrla Hanoy opera teatrında solo konsertim. Buradan mən getmişdim və bizim dirijorumuz Fəxrəddin Kərimov, xalq artistimiz və çox gözəl 6 gün orada məşqimiz oldu. Biz orada həm də Üzeyir Həcibəylinin 140 illiyini qeyd etdik, həm də Respublika gününü qeyd etdik. Çox möhtəşəm konsert idi. Gələn ildən inşallah 2026-cı ildə müxtəlif konsert zallarında konsertlarım olacaq. Bir tur eləyəcəm. Bir müxtəlif ölkə. Bilirsiniz, burada da işlərim çoxdur, burada tədbirlərim çoxdur, burada mənim tələbələrim var. Ona görə bir müddət özüm istəmədim çox. Ona görə ki, mən burada da lazımam, mənim gözəl tələbələrim var. Onları da qoyub gedə bilmirəm. İnşallah 2026-cı ildə çoxlu tədbirlərim olacaq. Yorulmayasınız və bir dənə də sual verim. Bu sizin televiziya layihəniz var idi Mədəniyyət kanalında. Azərbaycan sədaları idi, səhv eləmirəmsə. Davam etmək fikriniz var o layihəyə? O 6 aylıq bir proyekt idi. Çox çətin bir proyekt idi. Ancaq maraqlı proyekt idi. Ancaq yenə də deyirəm ki, vaxtım yoxdur. Sən halda özünə də vaxt ayırmaq lazımdır. Təbii ki, 3 övladı var. Öz övladım, sonra musiqi məktəbim, öz tədbirlərim. Sizin övladlarınız çoxdur əslində. Bu qədər tələbələriniz. Bəli, o tələbələr də mənim övladlarımdır.
Fidan xanım, son olaraq istəyərdik ki, belə gözəl bir bizə də dərmanla içdirmisiniz. Biz də oxumaq istəyirik. İstəyirik ki, bir Biz də oxuyaq. səsinizi eşidək. O gözəl səsinizdən bilmirəm hansı ifa olursa olsun, istəyir Bessama Muço olsun, istəyir nə Azərbaycan musiqisi olsa fərq etmir bizim üçün. Əsasdır ki, sizin səsinizi az da olsa, bir neçə dəqiqəli də olsa eşidək, canlı eşidək. Ondan sonra təbii ki Bitirə bilərik. Sevgili Canan. Ne güzel. Hüsnün güzel ayetleri sevgili Canan olmuş bütün alemde senin şönüne şayan. Gel eyle vaziş, gel eyle vaziş, mene ver bu sələbindən. Çünki gözəlin bu səsidir aşiqəsan. Çünki gözəlin bu səsidir aşiqəsan. Sordum ki könül hardadır, aldım bu cevabı. Hiç sorma tapılmaz, onu aktarsa da insan. Rahmeyle dedim gel, rahmeyle dedim sil kimi göz yaşımı töktüm. Gel kanım ile oynamayı, afeti dövran, insafın eğer var, insafın eğer var ise söyle bu nizami, senle nece raftar eylesin ey mehitaban. Senle nece raftar eylesin ey mehitaban. Gül sevgili Canan. Aferin. Əla ifa, əla səs. Səs məhdudiyyətlərinin genişliyinin bariz nümunəsi Fidan xanım Hacıyeva, Üzeyir Hacıbəylinin bu gözəl bəstəsini həqiqətən ifa edərkən adamın bilmirəm, sanki hansısa bir köhnə filmə baxırsan. Gəlişdə də bu gün axşama qədər bu zövqdən, bu dərin təşəkkürümüzü ləzzətdən bildiririk. çox sağ olun. Minnətdarıq. İnanınız bugün burada o kadar müsbət belə aura var. Ne güzel. Ben ona göre de ürəyimdən elə sevgili Canan geçti. Bütün tamaşaçılar üçün təşəkkürümü bildirəm ki, belə gözəl mənim sevimli radioma məni bugün dəvət eləmisiniz. Mənim üçün bugün böyük bir bayramdır. Çox Dərin sağ olun. təşəkkürlər Fidan xanım. Biz də sizi həqiqətən burada görməyimizə o qədər şadıq ki, bu səsi eşitməyə, bu gözəllik qarşısında təbii ki, biz də çox xoş hal olduq. Minnətdarıq. Təşəkkürlər.